Salam hörmətli abituriyentlər, Xəzər xaqanlığı mövzusunda video dərsi sizə təqdim edirik. Xəzər dövlətinin paytaxtları əvvəlcə deyək ki, Bələncər, Səməndər və İdil şəhərləri olmuşdur. Əvvəlcə bir Xəzərlər haqqında məlumat verək. 7-ci əsrin ortalarında Qərbi Göytürk xaqanlığının süqutundan sonra onun ərazisində yaranmışdır və onun yaradılmasında Xəzər, Varsil, Sabir və başqa türk tayfaları iştirak edib. Dövlətdə birinci şəxs xaqan, İkinci şəxs isə Xaqan bəyi idi. Əhalinin əksəriyyəti Xəzər türkləridir. Rəsmi dövlət dili türk dilidir, Xəzər türk dili. Böyük Bulqar dövləti deyə bir dövlət var idi. Onun zəifləməsindən sonra onun ərazisinin xeyli hissəsini Xəzərlər tuturlar. Xəzərlər o qədər güclü bir qüvvəyə çevrilirlər ki, onlar Sasanilərin Azərbaycan və Cənubi Qafqazda möhkəmlənməsinə imkan vermirlər. Hətta ərəblərin Dərbənddən şimala, Şərqi Avropaya yürüşlərinin qarşısını alırlar. İmkan vermirlər ki, yəni Şərqi Avropa ərəblər tərəfindən tutulmayıbsa, bu Xəzərlərin əməyi nəticəsindədir. Divar kimi dayanmışlar ərəblərin qarşısında. Ərəblər Dərbəndi keçirdilər o tərəfə, görürdülər bir dənə də divar var, Xəzərlər. 8-9-cu əsrlər Şərqi Avropada Xəzər asayişi dövrüdür. Bu dövrdə nə olur? Xəzər xaqanı Slavyanlara icazə verir ki, Desna və Dnepr çayları arasında yerləşsinlər. Burada artıq səhv edir. Niyə səhv edir? Görəcəksiniz. Bu Slavyanlar problem açacaq Xəzərlərə. Şərq Slavyanlarını tabe eləyir, onları vergi verməyə məcbur eləyir. Burası hələ okeydir. Xəzərlər. Dövrümüzə qədər gəlib çatmış böyük şəhərlər salınır Xəzər asayişi dövründə. 8-ci əsrdə Musəvilik, yəni Yəhudilik dövlət dini elan edilsə də, məhkəmə hakimiyyəti bütün dinləri təmsil edən nümayəndələrdən təşkil olunurdu ki, ayrı seçkilik olmasın. Əhali əsasən əkinçilik, maldarlıq, sənətkarlıqla məşğul olurdu. Xəzərlərin əsas gəliri ticarətdən və tabe edilmiş xalqlardan alınan vergilərdən ibarət idi. Bunun hesabına onlar güclü ordu yarada bilmişlər. Amma 10-cu əsrin ortalarında nə baş verir? Xəzər xaqanlığı zəifləyir. Bunun başlıca səbəbləri isə ərəb xilafəti ilə 200 ilə yaxın aparılan qanlı müharibələr olur. Peçeneglərin hücumu olur. Dini pərakəndəlik olur, yəni müxtəlif dinlərin olması. 965-ci ildə Kiyev knyazı Svyatoslav, mən dedim sizə, bu Slavyanlar problem yaradacaqlar. Bax, budur da Kiyev knyazı Svyatoslav. Xəzər xaqanlığına qarətçi yürüş eləyib, paytaxt İdili tutur, Xəzər xaqanlığını süquta uğradır. Xəzər adı 12-ci yüzilliyə qədər bəzi mənbələrdə çəkilsə də, artıq onun siyasi əhəmiyyəti yox idi, qalmamışdı. Bu cümlə ki var, Xəzər adı 12-ci yüzilliyə qədər bəzi mənbələrdə çəkilsə də, bu Xəzər xaqanlığına aid deyil də, Xəzər adına aiddir. Çünki Xəzər xaqanlığı 965-ci ilə süqut edib, 12-ci yüzillikdə necə Xəzər xaqanlığının adı çəkilə bilər? Sadəcə Xəzərlərin xalq olaraq adı çəkilir. Bu da Xəzər xaqanlığı mövzusu. Ümid edirik ki, hər birinizə faydalı olduq. İnşallah növbəti videolarda görüşmək ümidi ilə hələlik.